Bana da salam aleyküm. Bugün sizinle Milan'ı əvvəlki vəziyyətinə gətirdik. Əvvəlki vəziyyətinə deyincə futbolda əvvəlki vəziyyətinə, yəni Koko futbolçudur bağımlıdır. Sadəcə yüksək yerə aparıcı Milan'ı bugün. Ancaq futboldadır. Bir dənə ligdə Şampiyonlar Ligi adı yoxdur da day. Olsun. İnşallah kazanırıq deyirəm. İlk maçımıza keçmədən əvvəl Ambros'un kiralık olarak aldım. 9 maçı var. 7 maçı var. Rişkat'da 2 maçta kazandım. Şu an puan tablosunu gösteremeyeceğim. Pardon cildilere yolla. Puan tablosunda 3. birinci Atalanta'sı, 2. Juventus'tu, 3. de bizi. Ve uşaqlar belə bir şey var ki, çok şaşıracaksınız. Inter 13'dür. Napoli'de 14'üncü. Neyse uzatmadan Lazio Roma. Lazio da şanslılardır. Neyse uzatmadan en çok gollara bakaq. Mbappe bizden, Lionel Messi bizden. En çok asist yani de Kylian Mbappe bizden, sonra bura baxın bura. Vinicius Junior, Rafinha, Trent Alexander-Arnold, Lionel Messi, Massimo Ambrosio. Sonra Frank Ribery, Cavani. Şu bu videonun serileri de bu deyək. Bir sezonluq seriya başlayırıq görürsünüz. 38 maçımız var. Ben biraz maç oynadım. Neyse çox uzatma. Ancaq profesyonel dərəcəsində oynayacaq uşaqlar. Yani çok çətin olacaq Inter'e qarşı. Baxmayın ki, 13-cü sıradadılar, ancaq çətin rəqibdir. Tez keçək. Bu video onun ikinci bölümündə olacaq. 31 sezonluq olacaq da, neçə bölüm olursa olsun. İstəyir 20 bölüm olsun, yəni çəkilən uşaqlar. Bir dənə deməyi unuttum uşaqlar. Videoya like atıp abone olsanız senin davamı gələcək. Bir 5 like gəlsin, elə də YouTube eləyib deyil. 5 like gəlsin, ikinci bölümü gələcək. Her videoya 5 like atın. Her videoya. Bak bu senin her videosunda 5 like atın. Uşaqlar bu arada bu maçda oyunda da gol epizodlarını göstereceğim. Yani çok uzun sürəcək yoxsa video. Gol epizodlarını göstereceğim. Bir son. O kadar. Başka bir epizod tutanda, əlimizə keçəndə göstereceğim. Kayıt açacağım. Neyse indi başlayır. Inter'den sağ olun, salamat qalın. Neyse. Şu an. Ben Turam gol attı. Aklımda kaydı şeyleri bilmiyorum, sonra bilmiyorum. Uşaqlar Mbappe ile gol atırıq. Mbappe 25-ci dəqiqədə 1-1 eləyir hesabı. Mbappe'nin goluna baxaq. Goluna Frank Messi atır olunur. Qapısından qayıdan topa Mbappe tamamlayır. Və neçənci 25-ci dəqiqədə atdı bu golu. Çox afsanə qoldu. Neyse. Uşaqlar Mbappe ikinci gol attı. Comeback elədi. 29-cu dəqiqədə. Gol sevincinə gəl. Neyse gola baxaq. Gol. Mbappe aldadır oldu. Qaşıq oldu. Neyse bazının kaydı. Uşaqlar fasilədir. 45 dəqiqə bitdi. 2-1'di. Biz oduruq comebacklə. Mən bir dəyişikliğim olacaq. O da Lionel Messi özünü göstərə bilmədi. Onu dəyişdirəcəm. İndi biz dəyişdirək. Kazan sonranı göstərək. Sonra da maçı keçək. Uşaqlar gördüyünüz kimi Vinicius Junior çıxdı. Vinicius Junior'un əvəzinə Nico Williams girdi. Lionel Messi də çıxdı. Onun əvəzinə də Omar Marmuş girdi. İndi isə keçək oyunumuza. Uşaqlar kornerdi. Bəlkə qollarda kaydaşdım. İndi korneri göstərəcəm. Yəni belə atıram çünki özümü risk atmıyorum. Elə atdım. Çoxları özlərini risk atır və Frank Ribery bir dənə də qoydu. Bunu da göstərəydi. Yox. Bunu da göstərəydi. Tez. Bu futbolun belə şeyinə çox inanıram. Dala. Bir dənə kaydı göstər. Üstündə bir dənə də göstər. Öyle bir şey olur. Frank Ribery gol. Gol. İşte bu. Uşaqlar Frank Ribery gol attı.
49-cu dəqiqədə deyəsən ya da 50-ci dəqiqə, 50-ci dəqiqədə. Və 52-ci dəqiqə. Oy. Nəysə bax. Uşaqlar, onlar Lautaro Martinezlə qəşəng gəldilər. Qol epizodlarını təhsil demədim izlətəcəm. Qəşəng epizodları da izlətəcəm. Əlbəyiz getdi ala bu qısmı ekran. Kəs. Hədirəm mən. Uşaqlar Mbappé ilə qolu atırıq. 62-ci dəqiqə. Mbappé. Oy. Hat-trick elədi hə. Hat-trick Mbappé. Bağlayıram. Uşaqlar qolu bir görsəz 66-cı dəqiqədə bax. Özüm çəkdim ki oradan vura bilər bəlkə. Nə deyirlər? Plase vurdu. Frank Ribery. Oy. Çox möhtəşəm qoldu. Uşaqlar Ambros'da qol atır. Oy. Ambrosi 78-ci dəqiqə, 79-cu dəqiqədə atır qolu. Qola izləşə bilmədim. Atdı. Əlimdə qala. Uşaqlar rəqib çox qəşəng bir fürsət tapdı, ancaq qola çevirə bilmədi. Baxın, aşırtma vurdular. Qapıcı əli ilə çıxartdı Malades. Maladesin də korner kullanacaqlar. Korneri də göstərəcəm. Biraz xəstəyim deyə boğazım onu çağırdılar. Ay Allah, qol vursalar. Yes. Və 6-1 uşaqlar rəqib çox. Onsuz da qol vursaydılar Lautaro Martinezlə offside sayılacaqdı. Ancaq çox qəşəng bir fürsət idi. Nəysə, qayıcı atışıdır. Uşaqlar, maç bitdi 6-1. Mbappé hat-trick elədi. Topu da apardı evinə. Topa sahib olma Milan'daydı. Inter'deydi. Şutlar bizdə çoxdur. 14 dənə şutumuz var. Kaleye bulan şut 12 dənə bizdən, 6-sı qoldu. Fauller bir dənə faul, 0 dənə də bizdə. Offside, 1 offside olardı. 0 dənə offside bizdə. Köşə vuruş. Nəysə, sonra sərbəst vuruşlar bir dənə bizdədir, 0 dənə də olardı. Paslar 70 dənə pasımız var, oradan da 77 dənə. Başarılı pas onlarda çoxdur. 66-58-dir. Ortalar 1-dir, o bizdə 0-dır. Top keçməyə onlarda 4, bizdə 4-də olardı 10-dur. Top çalımları bizdə 10-dur. Çox qəşəng çalımlar eləmişik yəqin ki, mən fark eləməmişəm. 2 dənə də onlarda da top çalımları. Kurtarışlar, yəni kaleci kurtarışı və yaxud da başqa birinin kurtarıcı müdafiəsinin kurtarışı. Onlarda 7-dir, bizdə də 2-dir. Və 6-1 maçı qazanacaq. Yes. 9 dəqiqəli videodur. 12 dəqiqə olsun. 12 dəqiqə olsun. Vahşi epizodlar göstermiyor. Bir şey gösteriyor. Oydu. 3. yerde de kaldık. Oydu. Bunun üçün çətindir vəziyyətimiz. Onlar 2 dənə maçı uduzmadılar. Qarşımızdakı maçları uduzmalıdılar. Biz də qarşımızdakı maçı qazanmalıyıq və 13 puandan lider olacaq. Ay Allah. Ancaq heç olmasa Team'ı Juventus uduzsun. Atalanta da uduzsa biz onda ikinci olduq. Çünki Juventus birinci olur. Atalantada danışa bilmədim. Atalantada üçüncü olur. Yəni bilməyəm geçəcək. Çox uzatdıq videonu. Tümünü gör deyək uşaqlar. Maçdan şeyini göstərməyəcəm. Çünki uşaqlar video çox şeydir, çox aparır. Videonun dəqiqəsini çox aparır. Ona görə də son göstərəcəm. Nəsə, keçək maçımıza. Uşaqlar heç 45 dəqiqə qutardı. 1-1'de. Böyle sonuçlu olacaq. Inter udub. Leicester uduzmaq nə deməkdir? 2-1 özdə. Dedim comeback eləyə bilmədik. Ev yox, canımız sağ olsun. Uşaqlar, sizinlə sağollaşmaq vaxtıdır. Turnirlərdən də baxaq, sonra da sağollaşaq. Artıq ikinci bölümün içində dediyiniz kimi 5 like istemişəm.
Evet, heç nə dəyişmədi. Eğer biz uçsaydıq birinciydi ama əldən verdik. Let's neçənci oldu? Let's 6-cı oldu. İkinci bölümdə uşaqlar bu kritik maçla karşılaşacağıq. Juventus'la Milan oynayacaq. Şimdi ise en çok gol atan oyuncumuz Kylian Mbappe birinci sıradadır. Lionel Messi 8 golla Mbappe'yi görüyor. Frank Ribery 3 golla 10'uncudur. 5. pillada 4 golla Lionel Messi'dir. Bunları xatırladım gəlirəm. 4 asistlə Kylian Mbappe yenə də birincidir. 3 asistlə Frank Ribery öne keçib ikincidir. 8. pillada Nico Williams var. 2 asistlə. Başka bir yoktu. Şimdi ise lig tablosu. Yani turnuva cədvəlinə baxaq. 3-cü yordur. Yaxşı. Dostlar sağ olun. Sağ olun. Salamat qalın. Videoya like atıp abone olmayı unutmayın. Və gələn səfərə görüşək ikinci bölümdə. Sağ olun, salamat qalın.